Heç gözəlliyə çox baxmaqdan ağlınızı itirmisiniz? Biri var idi, biri yox idi. Keçmiş zamanlarda insanların tələsmədən yaşadığı, sözün yerini, sükutun dəyərini bildiyi çağlarda geniş torpaqlarda hökmranlıq edən bir padşah var idi. Bəhramgür. Bəhram İran diyarının şahı idi. Atası da taxtac sahibi olmuşdu, babası da. Uşaq yaşlarından sarayda böyümüş, qılınc səsinə, at nalının döyüntüsünə alışmışdı. Ovda çevik, döyüşdə qorxmaz idi. Sarayın divarları arasında Bəhram çox vaxt susmağı seçirdi. Böyük ordusu, yol göstərən vəzirləri vardı. Amma yenə də içində adını qoya bilmədiyi bir narahatlıq gəzirdi. Gecələr sarayın uzun dəhlizlərində tək tənha addımlayar, pəncərədən şəhərə baxardı. Evlərin işığını görür, lakin insanların düşüncələrindən xəbərsizdi. Bir gün düşündü və anladı ki, bu belə davam edə bilməz. Qərar verdi ki, ölkənin dörd bir yanına elçilər göndərilsin. Tapşırdı ki, başqa diyarlardan da ağıllı, sözünü ölçüb biçən xanımları saraya dəvət etsinlər. Sadəcə sükutunu bölüşəcək. Fikri dolaşanda onu ayna tutacaq insanlar axtarırdı. Zaman keçdi. Elçilər dünyanın müxtəlif ölkələrindən 7 gözəllə geri döndü. Onların gözəlliyi zahirində idi, ağlı isə sözlərində, dərin baxışlarında gizlənmişdi. Bəhramgür 7 gözəli ilk görəndə içində qəribə bir rahatlıq hiss etdi. Gözəllər üçün sarayın həyətində günbəzli 7 saray tikdirdi. Hər günbəz bir fikri təmsil edirdi. Padşah qərar verdi ki, vacib hökmləri dərhal verməyəcək, öncə günbəzli saraylara baş çəkəcək, gözəllərin sözünü dinləyəcək. Bəhram hələ bilmirdi ki, dinləmək danışmaqdan daha çətin imiş. İlk gün Bəhramgür qara günbəzə girdi. Hind gözəli aramla sözünə başladı. Hər yol işıqlı olmur. Amma qaranlıq da həmişə təhlükənin xəbərçisi deyil. Yola çıxmaq üçün qaranlıqları dəf etmək lazım gəlir. Sonra Bəhramşah sarı günbəzə keçdi. Çin gözəli güc, qüvvətdən danışdı. Güc insanı ucalda da, yerə də vura bilər. Əsas onu idarə etməyi öyrənməkdir. Yaşıl günbəzdə Xarəzm gözəli xalqdan söz açdı. O dedi ki, bəzən hisslərini, incikliklərini susaraq da göstərirlər. Qırmızı günbəzdə Slavyan gözəli ədalətdən danışdı. Söhbətin canı bu idi ki, lazım gəldikdə səs yüksəldilməlidir. Yoxsa səssizlik haqsızlığı böyüdər. Firuzəyi günbəzdə Məğrib gözəli sözün çəkisini xatırlatdı. Düşünülmədən deyilmiş sözün qəlbdə açdığı yara asanlıqla unudulmaz. Səndəl rəngli günbəzdə isə Bizans gözəli səbr etməyin önəmindən danışdı. Bəhram sonda ağ günbəzə gəlib çatdı. Əcəm gözəli isə özü dinmədi. Sadəcə dinlədi. Bu dəfə Bəhram danışdı və uzun müddət sonra ilk dəfə öz düşüncələrini eşitdi. Günbəzdən çıxanda bir müddət səssizcə dayandı. Külək asta-asta əsirdi. Padşahın ürəyi boşalmış, keyfi açılmışdı. Ertəsi gün yenə günbəzlərə baş çəkdi. Günlər keçdikcə Bəhram üçün zaman dəyişdi. Artıq günlərin sayını itirməyə başladı. 7 gözəl gözünə oxşayır, sözləri isə könlünü tuturdu. Padşah bu rahatlığı sevməyə başladı. Ancaq ölkənin nizamı pozuldu. Əvvəlcə xırda işlər yubandı, cavab gözləyənlərin sayı çoxaldı. Saray əyanları padşahı axtaranda onu taxta yox, günbəzdə tapırdılar. Bəhramgür işlərdən uzaqlaşdıqca ölkənin halı yaman olurdu. Sarayda pıçıltılar dolaşmağa başladı. Kimisi narazı, kimisi ümidsiz idi. Bir gün Bəhram günbəzdən çıxıb saraya qaydanda gördüyü mənzərədən sarsıldı. Ölkədə hərc-mərci hökm sürürdü. Bəhram anladı ki, dinlədiyi hekayələr onu dəyişsə də, gözəlliyə və hikmətə dalıb idarəçiliyi bilmədən əldən buraxmışdı. O gündən sonra Bəhramgür günbəzləri tərk etmədi. Ancaq eşitdiyi ibrət halı öyrəndiyi hikmətləri saraya daşıdı. Dinlədiyini əmələ çevirdi. Ölkədə qayda-qanun yavaş-yavaş yerinə oturdu. Yarımçıq qalan işlər tamamlandı, gecikən qərarlar verildi. Saray yenidən nəfəs aldı. Bir gün Bəhram günbəzlərin həyətindən geriyə baxdı. Keçdiyi yolu xatırladı. Anladı ki, müdriklik həm də vaxtında səhvini görüb dayanmağı bacarmaqdır. Və bu dərs həm onun, həm də ölkənin tarixini dəyişdi. Nağıl isə burada tamamlandı.